Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 15-ci paraqraf, yəni mədəniyyət. Deməli, bildiyimiz kimi təhsil sistemi Rusiyanın, Çar Rusiyasının müstəmləkə siyasətinə uyğunlaşdırılmışdı. Deməli, burada 1912-ci il əsasnaməsinə görə şəhər məktəbləri əsasında yeni məktəblər yaradıldı. Bu yeni məktəblərlə 4 illik idi. 3-4 sinifli ibtidai məktəbləri sonrakı pilləsini təşkil edirdi və proqrama tarix, coğrafiya, fizika, təbiətşünaslıq kimi fənlər daxil edir. Təhsil kursunu bitirənlər də xarici ilə imtahan verirlər, sonra da peşə texniki məktəblərə və yaxud da ki, müəllimlər seminariyasına daxil ola bilərdilər. Sonra 1901-ci ildə Tağıyev ilk Rus müsəlman qız məktəbini təşkil etdi, yəni bunun açılışı oldu. Bunda yəni Həsən bəy Zərdabinin də böyük xidməti olubdu. Buranın da ilk müdiri Hənifə xanım Məlikova oldu. Sonra qızları təhsilə cəlb etmək üçün qadın müəllimlər olması vacib idi. Ona görə qadın pedaqoji kadrlar da yetişdirilirdi. Buna xüsusi önəm verilirdi. Sonra baxın, bu adları xüsusi yadda saxlayın. 1906-cı ildə Həsən bəy Zərdabi və Nəriman Nərimanovun sədrliyi ilə Bakıda Azərbaycan müəllimlərinin birinci qurultayı keçirilir. 1906-cı ildə kimlərin? Həsən bəy Zərdabi və Nəriman Nərimanovun sədrliyi ilə. Və bu qurultayda hamının pulsuz təhsil alması prinsipi əsas götürülür və bu da əsaslı proqram qəbul olundu. İndi bu proqramın müddəalarına danışaq. Bu proqramın müddəalarına baxanda fikir verək, görək ki, burada elə bugünkü təhsildə olan yəni uyğunluq təşkil edir. Məsələn, deyir ki, Azərbaycan məktəb şəbəkəsinin genişləndirilməsi, Azərbaycan türkçəsini öyrənmənin icbariliyi, yəni məcburiliyi, sonra qadın təhsilinin inkişafı, sonra müəllimlərin sosial təminatının yaxşılaşdırılması. Bu kimi məsələlərdir, yəni proqramın əsas müddəaları. Sonra 1914-cü ildə Gəncədə, 1916-cı ildə isə Bakıda müəllimlər seminariyası fəaliyyətə başlayır. Adətən bunu çaşdırarlar, yəni adam düşünür ki, birinci Bakıda yaradılır, sonra digər bölgələrdə. Amma burada tərsinədir. Birinci Gəncədə yaradılır 1914-də, 16-cı isə Bakıda müəllimlər seminariyası fəaliyyətə başlayır. İndi Cənubi Azərbaycanda da təhsildən deyək, sonra keçək elmə. Cənubi Azərbaycanda təhsil yenə də məktəb və mədrəsələrdədir, yəni həyata keçirilməsi. Mirzə Həsən Rüşdiyyənin vətən dili dərsliyi əsasında burada ana dili fənni tədris olunurdu. Sonra elmdən danışaq. Elmdə Həsən bəy Zərdabinin biologiya, təbabət, sonra təbiətşünaslıq bu sahələr üzrə xidmətləri olmuşdu. Sonra bu Parisin Sorbonne Universitetinin məzunu olan Əhməd bəy Ağayev var. O da şərqsünas tənqidçi alim idi. Sonra Məhəmməd Ağa Şahtatinski həm bu tarixçi oldu, şərqsünas oldu, etnoqraf oldu. Həm də ki, o da elə Sorbonnedan təhsil almışdı. Sonra 20-ci əsrin əvvəllərində Rəşid bəy İsmayılovun Qafqazın tarixinə aid əsəri, Qafur Rəşid Mirzəzadənin isə Qafqazın coğrafiyasına dair kitabların nəşr oldu. İsmayılov tarixdir, Mirzəzadə isə coğrafiyasına aid əsər yazır. Sonra danışaq mətbuat, memarlıq, incəsənətlilərə nəzər salaq. Birinci mətbuatdan başlayaq elə. 1903-cü ildə Şərqi Rus qəzeti, redaktoru bunun Məhəmməd Ağa Şahtatinski idi. Tiflisdə nəşr olmuşdu. Sonra 1905-7-ci illərdə ümumiyyətlə bax bu Həyat qəzetidir, sonra Füyuzdat jurnalıdır, İrşad qəzetidir. Bu da yəni mətbuatda mühüm əhəmiyyətli, 20-ci əsrin əvvəllərində mətbuatda mühüm əhəmiyyətli hadisə oldu. Sonra 1906-cı ildə 6-11 olmalıdır, 6-cı ildən artıq başlayır. Tiflisdə satirik jurnal, Molla Nəsrəddin jurnalında işlə başlayır. Tiflis, Təbriz, Bakı şəhərlərində yəni bu nəşr olunur. Sonra Cənubi Azərbaycanda da deyək ki, 20 adda hardasa jurnal, qəzet nəşr olunurdu. Amma onlardan biri də Azərbaycan adlı satirik jurnal vardı. Əslən qalsa adıma biraz qəribə gəlir ki, necə ola bilər ki, Azərbaycan adlı jurnal satirik ola bilər. Yəni, mütləq yadda saxlayın, Azərbaycan adlı jurnal satirik jurnal imiş Cənubi Azərbaycanda. Amma başqa qəzetlər də, jurnallar da var idi. Sonra, deməli, bax, indi tariximizdə ilk milli səhnənin peşəkar aktyoru olan, sonra rejissor, teatr təşkilatçısı Hüseyn Ərəblinski olmuşdu. Sonra onun özü də çəkib bu filmdə. 1916-cı ildə Neft və Milyonlar Səltənətində adlı ilk Azərbaycan filmi yaradı. Baxın, görsən 1916-cı ildə olan ikinci hadisəni deyirəm artıq. Biri bu Bakıda müəllimlər seminarisidir, biri bu Neft Milyonlar Səltənətindədir. Biri indi qarşıda deyəcəm, hələ Şah İsmayılın operasında qoyması, bir də ki, teatr, Cənubi Azərbaycanda teatr binası. Deməli, 1916-cı ildə Neft və Milyonlar Səltənətində adlı ilk film yaradılır və Azərbaycan ilk qadın aktrisası isə Gövhər Qaziyeva olur. Gövhər Qaziyeva. İlk qadın müğənnəsi isə Şövkət Məmmədov olur.
Yəni bu da belə. Sonra 1909-cu ildə Şimali Azərbaycandan olan aktyorların yaxınları iştirakı ilə, yəni bunlar gedirlər Təbrizdə teatr təşkil edirlər. Tarixi paytaxtımız olan Təbrizdə teatr təşkil edirlər və Təbrizdə də İş Teatr binası bayaq dediyim kimi 1916-cı ildə tikilmişdir. Görürsüz, bu da 1916-cı ilin hadisəsidir, çoxdur. Ümumiyyətlə xronologiya ehtiyatı kim nə deyir desin, lazımdır. Xronologiya ehtiyatı çox əhəmiyyətlidir. Sonra 1908-ci ildə Üzeyir Hacıyevin Leyli və Məcnun operası tamaşaya qoyulur. 1916-cı ildə Müslüm Maqamayevin Şah İsmayıl operası göstərildi. Bu da Azərbaycan Opera Sənətinin Qızıl Fonduna daxil olmuşdu. Sonra Azərbaycan ilk peşəkar, birinci peşəkar rəssamı Bəhric Kəngərli olubdu 20-ci əsrlərində. Satira qrafikası kimi yeni janr vardı. Bunun da meydana çıxması, inkişafı Molla Nəsrəddin jurnalı ilə adı ilə bağlıdır. Bu da ən böyük nümayəndəsi Əzim Əzimzadə olmuşdur. Baxın, Əzim Əzimzadə həm 19-cu əsrin sonlarında olubdu. İndi burada dəqiq yazılmayıb. Mən fikir vermişəm 19-cu əsrin sonlarında da onun adını yazılır. 20-ci əsrin əvvəllərində də onu yazılır. Hətta Cümhuriyyət dövrünə qədər də gedir çıxır. Belə, bu qədər, sağ olun.